Əvvəla motivasiya artırılması üçün birinci motivasiya intizam bir yerdə işləyir, disiplin bir yerdə işləyir. Bu çox önəmlidir. Birincisi, ümidi olan demotivasiya ola bilməz. Ümidi olan. Deməli, ümid nədir? Ümid üçün mən bir çıraq yandırıram ki, mən bunu 10 həftədən sonra əldə edəcəm. 12 həftədən sonra əldə olunacaq məndə bu. Bu işlə bağlı ola bilər, bu proyektlə bağlı ola bilər, bu hansısa bir işlə bağlı ola bilər. Belə deyək, götürdük, yaxşı. İndi bunun üçün mən addım atmalıyam. Buna idmanda daxildir. Mən səhər gimnastikası falan da biraz tərliyəsən, biraz ünvanlı məşqdə belə eləyirsən, o kömək eləyir. Çalışan yerdə səhər tezdən durun. Mənim ən gecə 6-da durun. 11-də yatın. Bu çox şərtdir. Çünki bədənin özünün istəkləri var da, o cürlə anlayır. 6-da durun, ən gecə də o deyirəm, ən gecə 6-da. Adam biraz tez dura bilirsə, dursun. 11-də yatıb 6-da durursunuzsa, səhər tezlərindən müəyyən işlər var. Bir 3 dəqiqəlik nəfəs terapiyası eləyin. Nəfəs alın, verin. Ciyərlər bir məşq görsün. Yəni, ibadət edən varsa, soyuq suyla bir dəstəmaz alsın, oyansın, burununa falan, sinirləri, burun tərəfləri qəşəng-qəşəng olsun. Ətirlənsin səhər-səhər. Gününü gözəl başlasın. Hələm tələsməsin. İndi adam var da tələsir, məsələn, indi işə gedəcək. Əgər tələsmirsə, otursun, bir stəkan çayını içsin, otursun bir mütaliyə. Mədəni doldurmasın. Çünki mədədə olsa, beyni icazə vermir işləməyə. Otursun bir 40 dəqiqə gözündən keçirsin. Neyəcək gün ərzində? Nələr eləyəcək, nələr eləməyəcək? Onların hesabatını yazsın. Sonra axşam da onun hesabatını versin. Əgər əksini isə otursun, belə deyək də, istiğfarını eləsin ki, tövbəsini eləsin ki, mənə nəsib elə, sabahları bu olmayan, çatışmayan tərəfimi bitirim. Bu, səhər başladığımız şeydir, axşam da hesabatını verdiyimiz. Yaxşı bitirərsə, onlar çox gözəl. Bunları yazsın. Gününü istiğfarla başlasın. Ən aşağı gündə bir 70 dəfə istiğfar eləsin. Əstəğfurullah ki, xətalı təfəkkürdən uzaq dayanım.